Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Günün aktual xəbərləri ilə qarşınızdayıq. Təcili xəbərlər. Azərbaycanda qarşıdakı günlərlə bağlı mühüm yeniliklər gündəmdədir. Ardıcıl 5 gün iş olmayacağı iddiaları geniş müzakirə olunur. Pensiyalarla bağlı yeni dəyişikliklərin ediləcəyi gözlənilir. Xaricdə istifadə olunan bir dərman səbəbindən 22 nəfərin vəfat etməsi narahatlıq yaradıb. Ekspertlər bank kartına səhvən göndərilən pulların geri alınması ilə bağlı qanunvericiliyin incəliklərini açıqlayıblar. Müdafiə Nazirliyi isə vacib məlumat yayıb. Eyni zamanda Amerika Birləşmiş Ştatları və İsrailin İranla bağlı yeni planı dünya mediasında ciddi rezonans doğurub. Azərbaycanda Qurban Bayramı və Müstəqillik Günü münasibətilə qeyri-iş günlərinin tarixləri açıqlanıb. No Comment az xəbər verir ki, bu il Qurban Bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28 də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 mayda qeyri-iş günü elan olunub. Nəticədə 5 günlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq. Yaponiyanın Kisei Pharmaceutical şirkəti vaskulitin müalicəsində istifadə olunan Tavneos preparatını qəbul edən 20 pasiyentin ölüm halının qeydə alındığını açıqlayıb. No Comment az xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb. Bildirilib ki, bütün hallarda ölümün birbaşa dərmanla əlaqəli olduğu tam təsdiqlənməyib. Şirkət ağır qaraciyər zədələnməsi hallarının aşkarlanması səbəbindən tibb müəssisələrinə yeni pasiyentlər üçün preparatın təyin edilməsindən çəkinməyi tövsiyə edib. Məlumata görə, Kisei Pharmaceutical yaranmış vəziyyətlə bağlı Yaponiya Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr aparır. Şirkətin açıqlamasında qeyd olunur ki, dərman 2022-ci ildə bazara çıxarılandan bəri Yaponiyada təxminən 8,5 min pasiyentə təyin edilib. Hazırda müalicə alan xəstələrə qaraciyər zədələnməsi riskinin tam izah olunması və alternativ müalicə üsullarının nəzərdən keçirilməsi tövsiyə olunub. Bildirilir ki, qaraciyər zədələnməsi əvvəldən preparatın ciddi yan təsirləri siyahısına daxil edilib. Qeyd edək ki, Tavneos preparatı Amerikanın Chemogentrix şirkəti tərəfindən hazırlanıb və bu şirkət Amgen korporasiyasının törəmə strukturudur. ABA Qida və Dərman Administrasiyası isə aprelin 27-də preparatın qeydiyyat sənədlərində etibarsız məlumatların aşkarlanması və effektivliyi ilə bağlı şübhələr səbəbindən dərmanın Amerika bazarından geri çağırılması niyyətini açıqlayıb. Qolluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək. Oxu.az-ın məlumatına görə sözü gedən məsələ 2026-28-ci illər üçün bağlanmış baş kollektiv sazişdə əksini tapıb. Qeyd olunur ki, qolluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Vətəndaşlar bəzi hallarda pulu səhvən başqasının kart hesabına köçürə bilərlər. Bu halda çox adam vəsaiti necə geri qaytaracağını bilmir. Oxu.az-ın Qanun nə deyir rubrikasının bugünkü mövzusu şəxsin səhvən başqasının kartına pul köçürməsi ilə bağlıdır. Bu halda vətəndaş nə etməlidir? Sözü gedən məsələ Mülki Məcəllə ilə tənzimlənir. Bu hal əsassız varlanma sayılır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən hüquqi əsas olmadan əldə edilən əmlak geri qaytarılmalıdır və bu kontekstdə səhv köçürülən pul da sözü gedən kateqoriyaya daxildir. Həmçinin məcəllədə qeyd olunur ki, həmin puldan əldə edilən hər hansı gəlir də geri qaytarıla bilər. Bu halda pulu alan şəxs həmin məbləği saxlamaq üçün hüquqi əsas qazana bilmir. Praktiki olaraq proses ilk növbədə bank vasitəsilə başlanır. Müştəri banka müraciət edir və səhv köçürmə üzrə araşdırma sorğusu açılır. Bank qarşı tərəfin bankı ilə fərqli şirkətin müştərisidirsə, əlaqə saxlayaraq vəziyyəti yoxlayır və vəsaitin könüllü qaytarılması üçün imkan yaradır. Əgər pul alan şəxs razı olarsa, vəsait geri qaytarılır və məsələ bank səviyyəsində həll olunur. Əgər razılıq olmasa, bank pulu məcburi qaytara bilmir və məsələ hüquqi müstəviyə keçir.
Bu halda vətəndaş qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldırır və müvafiq prosedura başlanılır. 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar yaz-yay mövsümündə istismar rejiminə keçirilib. Nojoment az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib. Təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb. Eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib. Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq sürtkü materialları dəyişdirilib. Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib. ABŞ və İsrail İranla münaqişə başlayandan bəri bu ölkəyə qarşı yeni aviazərbələr endirmək üçün ən yüksək səviyyədə intensiv hazırlıq aparırlar. Oxu Haz xəbər verir ki, bu barədə The New York Times qəzeti yaxın şərq ölkələrindəki rəsmi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücumların yenidən başlanması ilə bağlı qərar verilərsə, mümkün ssenarilər arasında İranın infrastruktur və hərbi obyektlərinin daha geniş miqyaslı bombardmanı da yer alır. Nəşrin mənbələri bildiriblər ki, digər planlardan biri yeraltı sığınacaqlarda gizlədildiyi ehtimal olunan nüvə materiallarının aşkarlanması üçün xüsusi təyinatlı qüvvələrin bölgəyə göndərilməsini nəzərdə tutur. Məqalədə qeyd olunur ki, xüsusi hazırlıqlı quru qoşunları İranın İsfahan şəhərində yerləşən zənginləşdirilmiş uran obyektlərini hədəfə alan əməliyyatda iştirak edə bilər. Lakin belə bir əməliyyat üçün təhlükəsizlik perimetri yaradacaq və böyük ehtimalla İran qüvvələri ilə döyüşə girəcək minlərlə dəstək qüvvəsinə də ehtiyac olacaq. Hərbi rəsmilər bu variantın ciddi insan itkisi riski daşıdığını etiraf ediblər, deyə məqalədə vurğulanıb. Yazıda həmçinin qeyd olunur ki, İrana qarşı mümkün yeni hücumlar böyük ehtimalla aprelin 7-sində ABŞ və İran arasında son anda əldə olunan atəşkəsdən əvvəl dayandırılan əməliyyatların davamı xarakteri daşıyacaq. İsrail hərbi hava qüvvələri Livanın müxtəlif bölgələrinə qarşı intensiv və geniş miqyaslı hava hücumlarına başlayıb. Hərbi əməliyyatların coğrafiyasının genişlənməsi bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirib. Nojoment az xəbər verir ki, İsrail qırıcıları Livanın cənub rayonları ilə yanaşı, daxili ərazilərdə yerləşən bir neçə hədəfə də silsilə zərbələr endirib. Yerli mənbələrin məlumatına görə, hücumlar əsasən strateji hərbi obyektlər və infrastruktur nöqtələrini hədəf alıb. Partlayış səsləri paytaxt Beyrutun yaxınlığındakı yaşayış məntəqələrindən də eşidilib. İsrail tərəfi bu əməliyyatların öz təhlükəsizliyini təmin etmək və qarşı tərəfin hərbi potensialını zəiflətmək məqsədi daşıdığını bəyan edib. Hazırda hücumlar nəticəsində yaranan dağıntılar və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. Beynəlxalq müşahidəçilər hərbi qarşıdurmanın tam miqyaslı müharibəyə çevrilmə riskindən ciddi narahatlıq ifadə edirlər.